Maraqlı fizika dərsləri üçün bizi izləməyi unutmayın. Kanala abunə olun. Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə Güvən nəşrlərinin yeni çıxartdığı 2026 sınaqlar toplusunda sınaq nömrə 4-də verilən fizika suallarının izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər sınaqlarında izahlar gəldikdə xəbərdar olasınız. Həmçinin onlayn dərslərimiz haqqında məlumat əldə etmək istəyirsinizsə, ekranda göstərilən səhifəyə yaza bilərsiniz. Gəlin başlayaq 31-ci sualdan. Şərtdə deyilir ki, düzxəttli hərəkətdən iki cismin hərəkət tənlikləri uyğun olaraq x1 bərabərdir 60 çıxaq 4-dir, x2 bərabərdir x0 üstə gələk 6t şəklindədir. 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafə 15 metr olmuşdur. Başlanğıc zamanında bu cisimlər arasındakı məsafəni hesablayın, x0 böyük 0 verilmişdir. İlk öncə baxaq görək 5-ci saniyənin sonunda bu cisimlər hansı koordinatda olmuşdur. Bunun üçün də əlbəttə ki, zamanın yerinə burada t-nin yerinə 5 yazacağım. Gəlin ilk öncə x1-i tapaq. x1 bərabər olacaq 60 çıxılsın, 4 vurulsun 5, 60-dan da çıxacağıq 20-ni, bizə verəcək 40. Deməli, birinci cisim 5-ci saniyənin sonunda 40 koordinatında olmuşdur. İkinci cisimə baxaq, x2 bərabər olacaq x0 üstə gələk 6 vurulsun 5, yəni olacaq x0 üstə gələk 30. İndi bunlar arasındakı məsafənin 5-ci saniyənin sonunda 15 metr olduğu qeyd olunmuşdur. Baxın, əlbəttə ki, bunlar arasındakı məsafəni tapmaq istəyirəmsə də, mən koordinatların fərqinə baxmalıyam. Çünki biz bilirik ki, sx bərabərdir x çıxaq x0-da. Aha, mən nə edəcəm? Bax, bu gördüyünüz x2-dən x1-i çıxacam. Deməli, 15 bərabərdir. x2-ni yerinə yazıram. x0 üstə gələk 30. x-a da bayaqları tapdıq 40. Çıxaq, 40-ımızı yazdıq. Buradan alındı ki, 15 bərabərdir. x0 çıxaq 10. x0 tapanda olacaq. 15 üstə gələk 10. 25 edəcək. Deməli, axır ki, biz x0-ı tapdıq. Neçə tapdıq? Bayaqları 25. Başlanğıc andakı bu cisimlər arasındakı məsafəni hesablamağımızı istəyir. Baxın şərtdə. Biz də nə edəcəyik? Əlbəttə ki, başlanğıc koordinatların fərqinə baxacağıq. Başlanğıc andakı məsafəni tapmaq üçün. Başlanğıc anda gördüyümüz kimi x1 60-dır. İkincidə isə 25 tapdıq. 60 və 25-in arasını tapmaq üçün əlbəttə ki, 60-dan çıxacam 25-i. Bu da mənə verəcək 35 metr. Cavab olacaq C bəndi. 32-də S yerdəyişmə vektorunun x, y oxları üzrə proyeksiyalarını və modulunu hesablayın. Biz bilirik ki, sx bərabərdir x çıxılsın x0-da. Sy də bərabərdir y çıxılsın y0-da. Gördüyümüz kimi S vektorunun həm başlanğıc koordinatı x0 3-dür, həmçinin də son x koordinatı da 3-ə bərabərdir. Deməli, onda 3 çıxaq 3 bizə nə verəcək? 0 verəcək. Sx 0 oldu. Y oxucuya baxanda gördüyümüz kimi başlanğıcda 1-dədir, sonda isə 6-dadır. Yəni, 6 çıxaq 1 bizə verəcək 5. Və biz də bilirik ki, S-i tapmaq üçün əlbəttə kök altında sx-in kvadratı üstə gələk sy-in kvadratını yazmalıyıq. Sx 0-a getdiyindən qalacaq əlbəttə ki, kök altında sy-in kvadratı və sy-in kvadratından da sy çıxacaq və bu da bayaqlar tapdığımız kimi 5-ə bərabər olacaq. Deməli, sx 0, sy 5 və s də 5-dir. Cavab olacaq D bəndi. 33-cü sual. Çevrə üzrə bərabər sürətli hərəkətdən cisim 5 saniyə ərzində A nöqtəsindən B nöqtəsinə çatır. AB qövsünün uzunluğu 30 metr, cismin yerdəyişməyə görə orta sürətini hesablayın. Yerdəyişməyə görə orta sürət biz bildiyimiz kimi yerdəyişmənin ümumi zamana nisbəti olacaq. Zaman var 5 saniyədir. Yerinə yazıram. Həmçinin buradakı yerdəyişməni də tapmalıyım. Yerdəyişmə cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düzxət parçasıdır. Yəni, başlanğıcım A, son nöqtəm B. Gördüyünüz kimi birləşdirdim. Bax, bu isə çevrənin diametri oldu. Deməli, bizim yerdəyişməmiz diametrə bərabərdir. Diametr də 2 qat radiusdur, yəni 2 r-dir. Biz burada r-i tapsaq, orta sürəti tapa bilərik. Bunun üçün nə edəcəm? Fikir verin. Deyir ki, AB qövsünün uzunluğu 30 metrdir. AB qövsü gördüyümüz kimi çevrənin yarısıdır. Yəni, artıq AB qövsünü necə taparım? 2 pi-ri böləcəm 2-yə. Çünki biz bilirik ki, çevrənin uzunluğu A-dan başlayıb yenidən A-ya gəlsəm 2 pi-yə bərabər olacaq. Artıq yarısını getdiyindən 2 pi-ri mən bölürəm 2-yə.
Artıq 2-lər də getdi. P-nin qiyməti 3-dür. 3 vurulsun R bərabərdir 30 yazırıq. Buradan R-i tapanda olacaq 10-a bərabər. Gətirək burada yerinə yazaq. 2 vurulsun 10 bölək 5. Bu da bizə verəcək 4. Deməli, orta sürət tapdıq. 4 metr bölək saniyə. C bəndi doğru cavabdır. 34-cü sualda 4 metr radiuslu çevrəcikdə bərabər sürətlər hərəkətdən maddi nöqtənin radius vektorunun dönmə bucağının zamandan asılıq tənliyi Fi bərabərdir 2t şəklindədir. Maddi nöqtənin mərkəzə qaçma təcilini hesablayın. Radius verildi 4-ə bərabərdir. Biz bilirik ki, omega bərabərdir Fi bölək t-dir. Buradan Fi-ni tapsaq olacaq omega vurulsun t. Deməli, burada t-nin qarşısındakı rəqəm bizə omeganı verəcək. Baxın, t-nin qarşısında gördüyümüz kimi 2 dayanıb. Deməli, burada omega bərabərdir 2-yə. Mərkəzə qaçma təcilini istəyir. Mərkəzə qaçma təcilinin A bərabərdir omega kvadratı. Vuraq R düsturundan istifadə edəcəm. Omeganın kvadratı 2-nin kvadratı 4. Vurulsun radiusumuz da bayaqlarda qeyd etdik 4 metrdir. 4 vuraq 4 bizə verəcək 16. Cavab olacaq C bəndi. 35-ci suala keçək. Şərtdə deyilir ki, kütlələri M1 bərabərdir 500 qram, M2 bərabərdir 800 qram olan iki cismin qarşılıqlı təsir zamanı birinci cismin ikinci cismə 0,4 Newton qüvvə ilə təsir edir. Qarşılıqlı təsir zamanı birinci cismin aldığı təcili hesablayan, yəni A1 bizdən soruşulur. Baxın, burada qarşılıqlı təsir zamanı biz Newtonun 3-cü qanunundan bilirik ki, birinci cismin ikinci cismə təsir qüvvəsi eyni ilə ikinci cismin birinci cismə təsir qüvvəsinə bərabərdir. Yəni burada F1 bərabər olacaq F2-yə, o da 0,4 olacaq. Aha, burada fikir verin, A1-i tapmaq istəyirəmsə də əlbəttə ki, mən necə hesablayaram? A1 bərabərdir F1 bölək M1-dən. F1-im var 0,4. M1-imiz gördüyünüz kimi 500 qram verilib, çevirmək lazımdır. Qramdan kilograma keçəndə 1000-ə bölürük. Yəni onda M1 bərabər olacaq 500 bölək 1000. 0-a ixtisar getdi. Gördüyümüz kimi 0,5 qaldı. Deməli 0,4 bölək 0,5 vergülləri atırıq. 5-də 4 bizə verəcək 0,8. Təcili aldıq 0,8 metr bölək saniyə kvadratı. B bəndi doğru cavabdır. 36-cı suala baxaq. Üfüqi səth üzərində sükunətdə olan, baxın sükunət sözü verildi, bu paroldur. Verilmiş kütləli cisim F qüvvəsinin təsirli hərəkət etdirilir. Cismin təcilinin F qüvvəsinin qiymətindən asılıq qrafikinə əsasən onun kütləsini hesablayın. Mən bu qüvvəni proyeksiya edəcəm. Gördüyünüz kimi bu x ox üzrə proyeksiyadır, bu isə y ox üzrə proyeksiyadır. Bucağa bitişik tərəf həmişə kosinüs olur. Alfaya bitişik olan gördüyümüz kimi fx-dir. Və fx-də necə tapacağım? F vuraq kosinüs alfa ilə. Fy isə f vurulsun sinüs alfa ilə tapacağıq. Artıq burada şagirdlər götürürlər, neyinirlər? Kütləni tapmaq istəyəndə f var, a var, bir-birinə bölürlər, tapırlar. Olmaz. Niyə? Çünki biz burada fx ilə işləməliyik. Çünki sürət istiqamətində yönələn, bax, qüvvənin x ox üzrə proyeksiyasıdır. Ona görə siz fx-i bərabər götürməlisiniz. M vurulsun a-ya. Buradan kütləni tapanda olacaq fx bölək a. Fx-imizdə f vuraq kosinüs alfa idi. Bölünsün anda yazırıq. Gəlin indi yerinə qoyaq. Baxın, f 50-dir. 50 vurulsun kosinüs alfamız 0,8 verilib. 50 vuraq 0,8 bölək a-nın qiyməti də qrafikdə verilib 2. 0,8 və 2-ni aparıram ixtisar. Məxrəcdə qalır 1, sürətdə qaldı 0,4. 50 vurulsun 0,4. Baxın, 0-ın sayı qədər vergül sağa sürüşür. 5 vurulsun 4 bizə verəcək 20. Cavab olacaq B bəndi. 37-ci suala baxaq. Şərtdə deyilir ki, uzanmayan çəkisiz ipdən asılmış yüklər sisteminin təcili 2 metr bölək saniyə kvadrat olarsa, ikinci cismin kütləsini hesablayın. Biz bilirdik ki, Newton qanunlar dərsində A bərabərdir burada. M1 çıxaq, M2 bölünsün, M1 üstə gələk, M2 vuraq J'dir. Bu düsturun alınmasını mən əvvəlki videolarda vermişəm. Keçid edib kanala baxa bilərsiniz. Gəlin yazaq indi. M1 6-dır, çıxılsın. M2 bölək 6 üstə gələk. M2 vurulsun J'nin qiyməti 10. Bərabərdir təcilімizə. Təcil də şərtdə verilib 2-dir. Niyə mən M1-dən çıxdım M2-ni? Bunu da qeyd edək. Çünki fikir versəz, M1 kütləli cisim aşağıya A təcili hərəkətdir. Deməli, onun kütləsi daha çoxdur ki, o aşağıya doğru hərəkətdir. Böyük kütlədən çıxmalısınız kiçik kütləni. Aha. Gəlin buradan 6 çıxılsın M2 bölək 6 üstə gələk. M2-ni tapaq. Olacaq 2 bölək 10. İxtisara gedəndə 5-də 1 qalacaq. Çarpaz vuranda 5 vurulsun 6 çıxılsın M2 bərabər olacaq 6 üstə gələk M2-yə. Vurub açıram mötərizəni. 30 çıxılsın 5 M2 bərabərdir 6 üstə gələk M2 olacaq. Bir tərəfə keçirəndə
6m2 bərabərdir 24 alacağıq. Buradan m2 bərabər olacaq 24 bölünsün 6-ya. Bu da bizə verəcək 4 kiloqram. M2 kütləli cismimiz ikinci cismin kütləsi oldu 4-ə bərabər. C bəndi doğru cavabdır. Keçək indi 38-ə. Şərtdə deyilir ki, əvəzləyici qüvvənin sabit qiymətində cismin aldığı təcrin onun kütləsinin asılı qrafiki hansıdır? Biz bilirik ki, Newton 2-ci qanuna görə A bərabərdir F əvəzləyici bölək M-dir. Burada əvəzləyici qüvvənin sabit olduğu qeyd olunmuşdur. Şərtdə əvəzləyici qüvvə sabitdirsə, gördüyümüz kimi təcir kütlə ilə tərs asılıdır. Cavab olacaq B bəndi. 39-cu suala keçək. Şərtdə deyilir ki, iki eyni kütləli cismin K nöqtəsində yekun qravitasiya sahəsinin intensivliyi hansı istiqamətdə yönəlir? Kütlələrin eyni olduğu qeyd olunub. M desəm kütlələrə. Tutaq ki, bu birinci cisimimiz, bu da ikinci kürəmiz. Birinci kürənin mərkəzinə O1 deyirəm, ikinci kürənin mərkəzinə O2 deyirəm. Bu zaman birinci kürənin qravitasiya sahəsinin intensivliyi K nöqtəsində əlbəttə ki, K-O1 ox istiqamətində bax bu şəkildə yönələcək. İkinci kürənin qravitasiya sahəsinin intensivliyi isə K-O2 ox istiqamətində bu istiqamətdə yönələcək. Buna J1 deyək, buna da J2. Burada yekun qravitasiya sahəsinin intensivliyini paralleloqram qaydasından istifadə etməklə tapacağam. Baxın, paralleloqrama tamamladım. Gördüyünüz kimi bu paralleloqramın diaqonalı olacaq yekun qravitasiya sahəsinin intensivliyi, yəni J yekun. Aşağıya doğru baxın, Y bəndi doğru cavabdır. Keçək 40-cı suala. Verilmiş kütləli kosmik gəmiyə təsir edən ağırlıq qüvvəsinin yer səthinə olan hündürlükdən asılı qrafiki hansıdır? Biz bilirik ki, F bərabərdir J vurulsun, kiçik m vuraq böyük m bölünsün R plus H-ın kvadratıdır düsturumuz. Burada hündürlük bərabər 0 olanda, yəni kosmik gəmi yer səthində olsaydı, yerin səthində H bərabər hündürlük 0 olacaqdı. Bu zaman ona təsirin ağırlıq qüvvəsinin gəlin düsturunu tapaq. Olacaqdı F bərabərdir J vurulsun, kiçik m vuraq böyük m bölünsün R kvadratı. Hansı ki, burada H-ın yerinə 0 yazanda R kvadratı qalmış olur sadəcə məxrəcdə. Gördüyümüz kimi, hündürlük 0 olanda qüvvə 0 olmadı. Yəni, müəyyən bir qiymətə malik oldu. Buna da F0 desəm, deməli, mənim qrafikim F0-dan müəyyən bir qiymətdən başlayacaq və tərs asılıq olacaq, əlbəttə ki, H-dan. Baxın, müəyyən bir F0 qiymətindən başlayır və tərs asılıq verilmişdir. Y bəndi doğru cavabdır. 41-ci sualda cisim yer səthindən 60 metr hündürlükdən sərbəst düşür. 3-cü saniyənin sonunda bu cismin yer səthindən olan hündürlüyünü hesablayır. Burada bir çaşdırıcı məqam var ki, şagirdlər həmişə götürürlər, sərbəst düşür deyə H bərabərdir JT kvadratı bölək 2-dən hesablayırlar. J'nin qiyməti 10, T'miz də 3-cü saniyənin sonunda. 3-ün kvadratı 9 bölək 2, bu da bizə verəcək 45. Bunu götürürlər, cavabı 45 yazırlar. Olmaz belə. Niyə? Çünki burada tapdığınız bu H sizin yerdəyişmənizdir. Yəni, şəkil çəksək, bax, gördüyünüz kimi tutaq ki, cisim buradaymış, bu vəziyyətdəymiş və aşağıya doğru sərbəst düşür. Yəni, başlanğıc sürəti 0-dır. Bu hissəni də yer götürürəm. Yerdən olan ümumi hündürlük qeyd olunur ki, 60 metrdir. Və biz də qeyd etdik ki, aşağıya doğru bu tapdığınız H onun yerdəyişməsidir. Yəni, aşağıya doğru nə qədər məsafə qət etdiyini göstərir. Ona görə mən buna S bərabərdir yazıram. Yəni, aşağıya doğru 45 metr məsafə qət edir bu cisim. Bax, tutaq, gəldi buraya. Bax, bu hissə oldu 45 metr. Siz, bax, burada onun yer səthindən olan hündürlüyünü tapmaq üçün, yəni, bax, bu hissəni tapmaq üçün əlbəttə ki, 60-dan 45-i çıxmalısınız. Bu da bizə verəcək 15. Gördüyümüz kimi, burada cavab olacaq A bəndi. Şagirdlərin çaşdığı məqam məhz budur. Yəni, siz burada H-da tapdığınız düstur yerdən olan hündürlük deyil. Bu, əslində, cismin aşağıya doğru icra etdiyi yerdəyişmədir. Və siz yerdəyişməni tapdınızsa 45, ümumi hündürlükdən 60-dan çıxacaqsınız ki, bu 45-i onun yerdən olan hündürlüyünü tapa biləsiniz. 42-ci suala keçək. Yer səthində sərbəstləşmə təcili hansı ifadəyə təyin olunur? Əlbəttə ki, sərbəstləşmə təcili kiçik J bərabərdir. Böyük J vurulsun, M bölünsün, R kvadratı ilə hesablanır. D bəndi doğru cavabdır. 43-cü sualda iki maddi nöqtə arasındakı məsafəni 2 dəfə azaltdıqda onlar arasındakı cazibə qüvvəsinin modulu necə dəyişər? Biz bilirik ki, cazibə qüvvəsinin düsturu F bərabərdir J vurulsun, M1, M2 bölünsün, R kvadratıdır. Gördüyümüz kimi məsafə ilə kvadratik tərs asılıdır. Yəni, məsafəni 2 dəfə azaldırıqsa, onda 2-nin kvadratı 4, tərs asılı olduğundan artıq 4 dəfə artar götürməlisiniz. Cavab olacaq A bəndi. Keçək 44-cü suala. Şərtdə deyilir ki, yer səthindən şaqili yuxarı atılmış cismin, şaqili yuxarı atılıb bu cismimiz, koordinatının zamandan asılıq qrafiki verilmişdir parabola. 1, 2 və 3 nöqtələrinə uyğun sürətin qiymətləri arasındakı hansı münasibət doğrudur?
Baxın, şaqili yuxarı atılmada bu zaman əlbəttə ki, maksimal hündürlüyə qədər cismin hərəkəti bərabər yavaşlayan hərəkət olur, yəni sürət azalır. Maksimal hündürlük də gördüyünüz kimi bax bu iki nöqtəsinə uyğundur. Deməli, sıfırdan başlayıb bax buraya gələnə qədər hərəkət bərabər yavaşlayandır. Sürət get-gedə azalır, maksimal hündürlükdə bax burada sürət olur 0. Bir nöqtəsindəki sürət əlbəttə ki, iki nöqtəsindəki sürətdən daha böyükdür. V1 böyükdür V2. Çünki qeyd etdiyim kimi yavaşlayan olduğundan, hərəkət bərabər yavaşlayan olduğundan sürət get-gedə azalır. Daha sonrasında isə bax bu hissədə artıq cisim aşağıya doğru düşməyə başlayır və hərəkət sürəti artır. Sürət artdığından hərəkət də bərabər yeyinləşən hərəkətdir. Yəni burada 3-ün sürəti 2-dən böyük olacaq. Bəs 3 və 1-i müqayisə etsək, onların fikir versəz, yerdə olan hündürlükləri eynidir gördüyünüz kimi. Baxın, y0 ilə 0-ın arasıdır. Bu olacaq hündürlük. Hündürlüklər eyni olduğundan deməli onların sürətləri də eynidir. 1 və 2, 1 və 3 nöqtələrinin. Yəni burada V1 bərabər olacaq V3-ə, onlar da böyük olacaq V2-dən. V2 də həmçinin 0-a bərabərdir. Aha, V1 V3-ə bərabər, V2 də 0. Baxın, Y bəndi doğru cavabdır. 45-də. Verilmiş fiziki kəmiyyətlərdən hansının BSD vahidi Newtondur? Newton əlbəttə ki, çəkinin vahididir. C bəndi doğru cavabdır. 46. Sərtliyi 600 Newton bölək metr olan çəkisiz yayın yüksüz və yüklə birlikdə vəziyyətləri təsvir edilmişdir. Tarazlıqda olan sıxılmış yayın üzərindəki cismin kütləsi 3 kiloqramlarsa yayın uzunluğunu hesablayın. Baxın, yayın uzunluğuna bir x desək, gördüyümüz kimi başlanğıcda yük olmayan vəziyyətdə yayın uzunluğu x-dır. Sonra isə m kütləli cisim yerləşdirdikdən sonra yayın belə də yay sıxılaraqdan yayın uzunluğu oldu 20 sm. Əlbəttə ki, mən buradakı delta x-i, yəni nə qədər sıxıldığını tapmaq istəyirəmsə də x-dan çıxacağım 20 sm. Gəlin santimetrdən metrə keçək olacaq 0,2 metr, 20-ni 100-ə bölürük. Bu da oldu deməli x çıxılsın 0,2 metr. Həmçinin sərtlik verilmişdir. K bərabərdir 600 Newton bölək metrdir. İndi burada ağırlıq qüvvəsi var axı M kütləli cisimə təsirdən aşağıya doğru mg. Bəs elastiklik qüvvəsi hara yönələcək? Əlbəttə ki, tam əksinə doğru yönələcək. Elastiklik qüvvəsi də yuxarıya doğru. Burada bu cismin F elastikliyini bərabər götürəcəm mg-yə, əks olduğundan. Aha, elastiklik qüvvəsinin düsturu K vurulsun delta x bərabərdir m vurulsun j-yə. Bizdən nəyi soruşur? Yayın uzunluğunu soruşur. Gəlin əvvəlcə delta x-i tapaq, sonra yayın uzunluğunu x-i taparıq. Aha, delta x bərabər olacaq mj bölək k-ya. Buradan kütləmiz 3 kiloqramdır, 3 vurulsun j-nin qiyməti 10 bölək k da 600-dür. Sıfırlar ixtisar getdi. 60-da 3, bu bizə verəcək 20-də 1. 20-də 1 də 0,5 metrdir. Santimetrə keçsək olacaq 5 santimetr. Gəlin indi bax burada delta x-in qiymətini yerinə yazaq və x-i tapaq. Delta x-a tapdım 5 cm. Deməli 5 bərabərdir. X çıxaq 20-yə. Buradan x-i tapanda olacaq 20 üstə gələk 5, 25 cm. Deməli yayın başlanğıcda uzunluğu olmuşdur 25 cm. A bəndi doğru cavabdır. 47-ci sualda mayın müstəvi üzərində sükunəti olan cismə təsirin ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi N hansı istiqamətdə yönəlir soruşulur. Əlbəttə ki, burada ağırlıq qüvvəsi 4 istiqamətində yönələcək və reaksiya qüvvəsi də səthdən cismə doğru olmaqla perpendikulyar, bax, 2 istiqamətində yönələcək. Ağırlıq qüvvəsinə uyğundur 4, reaksiya qüvvəsinə də uyğundur 2. Baxın, D bəndi doğru cavabdır. 48-ci sualda kiçik deformasiyalarda elastik qüvvəsinin yayın uzanmasının aslıq diaqramı verilmişdir. Hansı nöqtə yayın sərtliyinin ən kiçik qiymətinə uyğundur? Əlbəttə ki, biz bilirik ki, F bərabərdir, K vurulsun X. Buradan sərtliyi tapsaq, F bölək X olacaqdır. K-nın ən kiçik qiymətini bizdən istəyir. K-nın kiçiyini istəyirsə, deməli, K F-də düz asılı olduğundan F-in ən kiçiyinə baxmalıyıq. Amma X məxrəcdə olduğundan tərs asılıqda artıq, deməli, X-in böyük qiymətini götürməliyik. Baxın, X-ə ayrılan ox gördüyünüz kimi budur. Sağa doğru getdikcə artır. Ən böyük istəyirəmsə, deməli, mən ən sağdakı nöqtələri götürməliyəm. Gördüyünüz kimi, ən sağ olan nöqtələr 4 və 3-dür. F-in isə ən kiçiyini axtarıram. F-ə ayrılan ox buradır. F, əlbəttə ki, yuxarıya doğru getdikcə qiyməti artır. Ən az olanı istəyirəmsə də, ən aşağıdakı nöqtələri götürməliyəm. Baxın, 1 və 4. Gördüyümüz kimi, burada 4 nöqtəsi bizim axtardığımız nöqtədir. Cavab olacaq B bəndi. Keçək 49-cu suala. Şərtdə deyilir ki, hansı cihazlardan istifadə edərək kiçik ölçülü bir cins bərk cismin sıxlığını təyin etmək olar? Biz bilirik ki, sıxlığın düsturu ρ bərabərdir M bölünsün V-dir.
Kütləni necə təyin edərəm? Əlbəttə ki, tərəzi vasitəsilə təyin edərəm. Həcmidən menzurka vasitəsilə təyin edərəm. 2 və 4 doğru cavabdır. Cavab olacaq D bəndi. 50-ci sualda yer səthindən müəyyən hündürlükdən şaquli aşağı atılmış cismin Y koordinatının zamandan asılı qrafiki hansıdır? Havanın müqavimətini nəzərə almayın. Fikir versəz, gördüyünüz kimi müəyyən bir H hündürlüyündən aşağı düşmüşdür. Deməli, burada Y0 bərabərdir H-dır. Aşağıya doğru atılırsa cisim əlbəttə ki, onun hərəkəti yeyinləşən hərəkətdir və yeyinləşən hərəkətdə sürət get-gedə artır. Və gəlib yer səthini tutanda onun sürəti maksimum olacaqdır. Gəlin indi Y-in tənliyini verək. Y bərabərdir. Y0 üstə gəlinsin və 0 YT üstə gələk. AY vurulsun T kvadratı bölə 2. Buradan fikir verin. Təcilimiz sərbəst düşmə təcillinə bərabər olacaq və sərbəst düşmə təcili də yer səthinə doğru aşağıya doğru yönələcək. Gördüyümüz kimi sərbəst düşmə təcilinin Y oxucuda proyeksiyası mənfi olacaq. Niyə? Çünki Y oxu yuxarıyadır, J aşağıyadır. Yəni siz burada A-nın yerinə J yazacaqsınız, amma çıxaq yazmalısınız burada. Həmçinin başlanğıc sürətində Y oxucuda proyeksiyası mənfidir, aşağıya doğru yönəlmişdir. Y oxu isə yuxarıya. Onda yaza bilərik ki, Y bərabərdir, Y0 H-dır, yerinə H yazıram, çıxılsın V0 vurulsun T və çıxılsın JT kvadratı bölək 2. Artıq buradan da aydındır ki, hərəkət bərabər yeyinləşən hərəkətdir və gəlin indi burada Y-in tənasılığını çəkək. Gördüyümüz kimi J-nin Y oxucuya proyeksiyası mənfi olduğundan, deməli, parabolanın ağzı aşağıya doğru olacaq və müəyyən bir H qiymətindən başlayacaq. Baxın, müəyyən bir H qiymətindən başlayır və parabolanın ağzı aşağıyadır. Cavab olacaq Y bəndi. Keçək indi 51-ci suala. Elastiki deformasiya halında yayın uclarına təsir edən qüvvənin qiymətini 2 dəfə azaltdıqda onun sərtliyi, uzanması necə dəyişər? Sərtlik hansı ki, nə F-dən, nə X-dan asılı deyildir. Yalnızca K bərabərdir. S-yə bölə E0 düsturunda olanlardan asılıdır. Yəni sahədən başlanğıc uzunluqdan Y isə burada Young moduldur. Qüvvənin qiymətini 2 dəfə azaltdıqda sərtlik dəyişməyəcək, qeyd etdik. Uzanma isə biz bilirik ki, F elastiklik bərabərdir, K vurulsun, delta X-dir. Buradan delta X-i tapanda olacaq F elastiklik bölə K. Gördüyümüz kimi K sərtlik əmsalı sabit olduqda X F elastiklikdən düz asılıdır. 2 dəfə azaltdıqda, deməli X da 2 dəfə azalacaq. Yəni A bəndi doğru cavabdır. Keçək 52-ci suala. Ağırlıq qüvvəsi və cismin çəkisi üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Ağırlıq qüvvəsi və cismin çəkisi verilir Venn diaqramında. Gəlin baxaq. Vektorial fiziki cəmiyyətdir. Hər ikisi də vektorial fiziki cəmiyyətdir. Bir ortağa gedəcək. Ədədi qiymət dinamometrlə ölçülür. Hər ikisi də dinamometrlə ölçülür. 2 ortağa gedir. Sərbəstləşmə zamanı 0-a bərabərdir. Çəki sərbəstləşmə zamanı 0-a bərabərdir. 3. Çəkiyə uyğundur. Cismin yer tərəfindən cəzb olunduğu qüvvədir. Bu da ağırlıq qüvvəsidir. 4 də 1-ə uyğun oldu. Deməli 1-ə getdi 4, 2-yə getdi 3 və 3-cüyə də uyğun oldu 1, 2. 4, 3, 1, 2 cavab olacaq B bəndi. 53-cü suala keçək. Açar sözlərdən istifadə etməklə mətni tamamlamağımız istənir 53-də. Açar sözlər verilib, xətti sürət, bucaq sürəti, dövr-etmə tezliyi və dövr-etmə periodu. Birincidə qeyd olunub, gördüyünüz kimi, boşluq buraxılıb, çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlərinin sayı bu tezlik olacaq. Baxın, kiçik n bərabərdir, böyük n bölək t-dir. Vahid zaman dediyi üçün t-nin yerinə 1 yazıram. Buradan da göründüyü kimi kiçik n bərabər olacaq böyük n-ə, yəni tezlik dövrlərin sayına bərabər olur. Birinciyə uyğun oldu 3. Daha sonra yenə boşluq buraxılıb və qeyd olunur ki, maddi nöqtənin çevrə üzrə tam dövrünə sərf etdiyi zaman bu period olacaq. Böyük t bərabərdir, kiçik t bölək n. Bir tam dövr dediyi üçün n-in yerinə 1 yazıram. Buradan da aydındır ki, period zamana bərabər olur. Yəni burada olacaq 4. Yenə boşluq buraxılıb və qeyd olunur ki, dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbətlə ölçülən fiziki cəmiyyət, bu da bucaq sürətidir. Omega bərabərdir, fi bölünsün t-dir. 2 buraya uyğun oldu. Daha sonrasında boşluq buraxılıb, maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Bu olacaq əlbəttə ki, xətti sürət 1. Deməli, cavab oldu 3, 4, 2 və 1. Keçək 54-ə. Düz xətlər hərəkətdən verilmiş kütləli cismin yol zaman tənliyi S bərabər 4T kvadratı şəklindədir. Cismə təsirin əvəzləyici qüvvənin qiyməti 40 Newton olarsa, cismin kütləsini kiloqramla ifadə edin. Biz bilirik ki, S bərabərdir V0T üstə gələk AT kvadratı bölək 2-dir. Gördüyümüz kimi burada T ilə olan hədd verilməyib, deməli başlanğıc sürət 0-a bərabərdir. V0 0-dır. T kvadratının qarşısındakı isə A bölək 2-dir. Yəni burada A bölək 2,
t kvadratının qarşısında olan 4-ə bərabər olacaq. A bölünsün 2 bərabər 4-ə. Buradan A-nı tapsaq olacaq 8. Qüvvənin qiyməti də verilib əvəzləyici qüvvə. Kütləni tapmaq üçün əlbəttə ki, M bərabər olacaq F əvəzləyici bölək A-ya. Əvəzləyici qüvvəmiz 40, A-mız da 8. 40 bölək 8 bizə verəcək 5. Deməli 5 kiloqram olduğu cavab. İpdən asılmış cisim şaqili yuxarı istiqamətdə bərabər təcillə qaldırılır. Deməli, təcilin istiqaməti yuxarıya doğru olacaq. A-mızı yazdıq. İpdə yaranan gərilmə qüvvəsi ağırlıq qüvvəsindən 1,2 dəfə böyük olarsa, T bərabərdir 1,2 vuraq F ağırlığımızı yazaq. Yükün təcilinin modulunu hesablayın. A bizdən soruşulur. Burada ağırlıq qüvvəsi əlbəttə ki, aşağıya doğru yönələcək. Və gördüyümüz kimi artıq burada biz əvəzləyici qüvvəni, yəni EMA-nı tapa bilərik. EMA bərabər olacaq T çıxılsın F ağırlığa. Nəyə görə T-dən çıxdım F ağırlığa? Əks istiqamətli yönəlib. Buna görə çıxırıq və həmçinin A yuxarıyadırsa, deməli T daha böyükdür. Ona görə mən T-dən F ağırlığı çıxdım. Gəlin indi yazaq. M vurulsun A bərabər olacaq. T-nin qiyməti, baxın, 1,2 vuraq F ağırlığı. Burada yazıram. 1,2 F ağırlıq çıxılsın F ağırlıq. Bu da bizə verəcək 0,2 vuraq F ağırlığı. Ağırlıq qüvvəsinin düsturu biz bilirik ki, M vurulsun J'dir. Gətirib burada yerinə yazsaq, M vuraq A bərabərdir 0,2 vurulsun M. J'nin qiyməti şərtdə verilib 10. Buradan hər tərəfdən M-lər gedir. Gördüyümüz kimi A bərabər olacaq 0,2 vuraq ona 2-yə. Deməli, təcilimizi tapdıq 2 metr bölək saniyə kvadratı. 56-cı suala baxaq. Şərtdə deyilir ki, düz xətlər hərəkətlənən cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. 1 və 2 nöqtələrinə uyğun cismin sürətinin və cismə təsir edən əvəzləyici qüvvənin modulları arasında hansı münasibət doğrudur? Burada gördüyümüz kimi sürət qrafikdən aydın görsənir. Baxın, 1 nöqtəsinə uyğun sürət bura V1-dir, 2 nöqtəsinə uyğun sürət V2-dir. Ən yuxarıda olan əlbəttə ki, bu V1 daha çox olacaq. Ona görə yaza bilərik ki, V1 böyükdür V2. Amma qüvvədə diqqətli olmaq lazımdır. Necə? Şagirdlər götürür ki, burada hərəkət bərabər təcillər hərəkət daxil həm 1-də, həm 2-də. Deməli, təcillər bərabərdir, əvəzləyici qüvvələr də bərabərdir. Xeyr, burada bunu deyə bilmərik. Nəyə görə? Fikir verin, burada təcillər fərqli olacaq. Hər bir qrafikdə ayrı-ayrı. Necə tapacam bunda təcili? A bərabərdir. Biz bilirik ki, V çıx, V0 bölünsün T-dir modullar ilə işləyəcəm. Çünki əvəzləyici qüvvənin modulu soruşulur. İndi baxın, gördüyümüz kimi 2T0-da bizim son sürətimiz olmuşdur 0. Başlanğıc sürətim isə V0-dır. Onda təcilin modulu bərabər olacaq elə V0 bölək 2T0-a. Digərində isə 2-də başlanğıcda son sürət. Başlanğıc sürət 0-dır. 3T0-a uyğun son sürətimiz isə V0-dır. Və buradakı zaman dəyişməsinə baxacağıq. 2T0 ilə 3T0-ın arası çıxanda, baxın 3T0 çıxaq, 2T0 bərabər olacaq T0-a. Bu zaman dəyişməsidir yəni. Artıq gəlin indi burada təcil tapaq. A bərabər olacaq V0 bölünsün T0-a. Aha, modullarla işləyirik, ona görə də heç bir problem yoxdur. Mənfini nəzərə alıram. İndi baxın görək hansı təcil daha böyükdür. Əlbəttə ki, gördüyümüz kimi ikinci halda A2 daha böyükdür. A2 böyükdür A1. Eyni ilə əvəzləyici qüvvədə də böyük olacaq. Yəni F əvəzləyici 2 böyük olacaq. F əvəzləyici vuraq 1-dən. Yəni burada cavab olacaq V1 böyükdür V2 3 və F2 böyükdür F1 4. 3 və 4 burada doğru cavabdır. 57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Şaqili aşağı istiqamətdə hərəkət edən liftin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Aşağı istiqamətdə qeyd olunur. Baxın, hərəkətə fikir verin. Burada 0T1 müddətində yeyinləşəndir. Aşağı yeyinləşən hərəkətdə çəkinin düsturu P bərabərdir. M vuraq J minus A ilə hesablanır. Gördüyümüz kimi T1, T2 aralığında bərabər sürətlər hərəkətdir. Bərabər sürətlər hərəkətdə çəkinin düsturu P bərabərdir. M vuraq J ilə hesablanır. Bu hərəkət isə T2, T3 zaman müddətində bərabər yavaşlayanda, aşağı bərabər yavaşlayanda artıq çəkinin düsturu P bərabər olacaq M vurulsun J plus A. Deməli, bu birinci hala uyğundur, bu ikinci hala və bu isə üçüncü hala uyğundur. Bizdən nə istəyir? Baxın, liftin təcili şaqili aşağı istiqamətdə yönəlir. Bunu tapmaq üçün əlbəttə ki, hərəkətin növünə baxmalıyım. Aşağı istiqamətdə hərəkət edirsə bizim cismimiz, deməli, sürət aşağıyadır. Və hərəkətə baxın, yeyinləşəndir. Yeyinləşən olmaq üçün deməli təcil də aşağıya doğru olmalıdır ki, hərəkət yeyinləşən olsun. Çünki biz bilirik ki, bərabər yeyinləşən hərəkətdə təcil və sürətin istiqaməti eynidir. Deməli, burada bizim təcilimizin istiqaməti aşağıya doğru yönəlmişdir. Birinə uyğun olacaq A. Üçüncüdə də əlbəttə ki, yuxarıya doğru yönələcək ki, yavaşlayan olsun hərəkət. Baxın, 3-ə də onda B bəndi uyğun olacaq.
Gəlin indi C bəndinə də baxaq burada. C-də deyir ki, liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisindən kiçikdir. Baxın, çıxaxı olanı istəyir, yəni kiçik hal. Baxın, bu da birinciyə uyğundur. 1-ə də uyğundur deməli, həmçinin C. Sonra keçək D bəndinə baxaq. Liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisinə bərabərdir. Hansı ki, MJ olan hal 2-yə də uyğundur. D bəndi. Y variantına baxaq. Liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisindən böyükdür. Yəni MJ plus A olanı istəyir. 3-cüyə uyğun olacaq bu da. 1-ə AC, 2-yə D və 3-ə BY uyğundur. Keçək indi 58-ci suala. Şərtdə deyilir ki, cisim yer səthindən 30 metr/saniyə sürətlə şaqili yuxarı atılmışdır. Uyğun zaman intervalları göstərilməklə ilk 5 saniyə ərzində bu cismin necə hərəkət etdiyini yazın. Biz bilirik ki, şaqili yuxarı atılmada cismin sürəti get-gedə azalır, maksimal hündürlük də 0-a bərabər olur və hərəkət bərabər yavaşlayandır, maksimal hündürlüyə qədər. Daha sonrasında isə hərəkət bərabər yeniləşən hərəkət olacaq. Gəlin görək maksimal hündürlüyə qədər nə qədər vaxt keçmişdir? Bu da əlbəttə ki, qalxma müddətidir. T qalxmanı necə taparam? T qalxma bərabər olacaq V0 vuraq J-yə. V0-ın qiyməti 30 başlanğıc sürət, bölək J-nin qiyməti 10. 30 bölək 13 edəcək. Deməli, 3 saniyəyə qədər bu zaman bizim hərəkətimiz olacaq bərabər yavaşlayan. 3-cü saniyədən sonra isə artıq olacaq bizim hərəkətimiz yeyinləşən hərəkət. Bizdən də nə istəyir? Uyğun zaman intervalları göstərməklə ilk 5 saniyə ərzində bu cismin necə hərəkət etdiyini yazın. Deməli, ilk 0 və 3 saniyə aralığında olacaq hərəkətimiz bərabər yavaşlayan. 3 və 5 saniyə aralığında isə olacaq hərəkətimiz bərabər yeyinləşən. Get-gedə sürəti artırır əlbəttə ki. 59-cu sualda 50 sm uzunluqlu çəkisiz ipin ucuna kütləsi 100 qram olan cisim bağlanmışdır. Baxın, bu ipin uzunluğu fikir versəz elə çevrənin radiusudur. Yəni, R bərabərdir 50 cm. Santimetrdən metrə keçirəm, olacaq 0,5 metr. 100-ə bölürük. Kütlə verildi 100 qram. Qramdan kiloqrama keçməliyik. Bu zaman 1000-ə bölürük. 100 bölünsün 1000. Sıfırlar getdi. Gördüyümüz kimi qalacaq 0,1 kiloqram. Daha sonra şərtdə deyir ki, cisim şaqili müstəvi üzrə fırladılaraq çevrə üzrə 3 metr/saniyə sürətlə bərabər sürətli hərəkət etdirilir. Xətti sürətdə verildi. V bərabər oldu 3 metr bölünsün saniyə. Trayektoriyanın ən aşağı nöqtəsindən keçən anda ipdə yaranan gəlmə qüvvəsini T-ni bizdən soruşur. Baxın, burada gördüyümüz kimi gəlmə qüvvəsi cisimdən ipə doğru olmaqla yuxarıya doğru yönələcək. Həmçinin mərkəzə qaçma təcili biz bilirik ki, çevrədə mərkəzə doğru yönəlir. Yəni burada A yuxarıya doğru olacaq. Və cismə təsirin ağırlıq qüvvəsi isə aşağıya doğru olacaq və MJ ilə hesablanacaq. İndi burada gəlin əvəzləyici qüvvəni MA-nı tapaq. Onda olacaq MA bərabərdir T çıxılsın MJ-yə. Niyə T-dən MJ-ni çıxdım? Çünki T ilə MJ əks istiqamətli yönəlmişdir və həmçinin T gördüyümüz kimi yuxarıyadır, eyni ilə A da yuxarıyadır. Deməli, T daha böyükdür MJ-dən, ona görə mən T-dən MJ-ni çıxdım. Aha, bizdən nə istəyirdi? İpdə yaranan gəlmə qüvvəsini. Buradan T-ni tapanda olacaq MA üstə gələk MJ. Gəlin M-i ortaq vuruq çıxardaq, olacaq J üstə gələk A. Bəs təcil yoxdur. Təcili nədən tapacam? Təcili A bərabərdir V kvadratı bölək R düsturundan tapacam. V-nin qiyməti 3, 3-ün kvadratı 9, bölək radiusda 0,5-dir. Vergül atıram, yuxarıya bir 0, 90 bölək 5 bizə verəcək 16. Gəlin indi burada yerinə yazaq. Kütləmiz 0,1 kiloqram idi. Olacaq deməli 0,1 vuraq, 10 üstə gəlinsin, A-nın qiyməti 16. 10 üstə gələk 16 bizə verəcək 26. 26 ilə 0,1-ə vuranda olacaq 2,6. Deməli, burada xətti gəlmə qüvvəsinin qiyməti oldu 2,6 Newton. 60-cı sualda şərtdə deyilir ki, eyni istiqamətdə düz xətli bərabər sürətlə hərəkət edən iki avtomobilin başlanğıc zaman anında vəziyyətləri təsvir edilmişdir. Baxın, düz xətli bərabər sürətli qeyd olunub. Həmçinin V1 bərabərdir 30, V2 də bərabər 20 metr/saniyə olarsa, ilk 10 saniyə ərzində avtomobillər arasındakı məsafənin zamandan asılı qrafikini çəkin. Baxın, mənə maraqlıdır ki, görün bu avtomobillər hansı zaman anında görüşəcəklər. Ona uyğun olaraqdan da mən onlar arasındakı məsafənin qrafikini çəkəcəm. Burada gördüyünüz kimi V1-in qiyməti verilib 30-dur, V2 də verilib 20-dir. Deməli, arxadan gələn avtomobilin sürəti, bax bu öndəki avtomobilin sürətindən daha çoxdur. Deməli, bu avtomobil yavaş-yavaş gələcək, yaxınlaşacaq ikinci avtomobilə, sonra ona çatacaq müəyyən bir tez zamanında və onu ötüb keçəcək. Əvvəlcə onlar arasındakı məsafə azalacaq. Əlbəttə ki, zamandan xətti düz asılı olaraq azalacaq. Çünki S bərabərdir V vurulsun TD düz xətli bərabər sürətli hərəkətdə. Gördüyümüz kimi S T-dən düz asılıdır.
Gəlin görək bəs bunlar hansı zamanında görüşəcəklər? Bunu tapmaq üçün biz bilirdik ki, görüşmə məsələlərində koordinatın zamandan asılıq tənliklərini bir-birinə bərabər götürürük. Baxın, tutaq ki, birinci cismin başlanğıc koordinatına x01 dedim, ikinci cismin başlanğıc koordinatına x02 dedim. Bu zaman x01 bərabər olacaq, daha doğrusu x1 bərabər olacaq, x01 üstə gəlinsin, v1 vuraq t-yə. x01 bilmirəm hələ ki, v1-im 30-dur, vuraq t-ni yazdıq. x2-ni tapıram indi, o da olacaq x02 üstə gələk, v2-miz 20 idi, 20 t-ni yazdıq. Qeyd etdiyim kimi, görüşmə anında bunların son koordinatları bir-birinə bərabər olacaq. Və bu zaman mən əlbəttə ki, bu tənlikləri bir-birinə bərabərləşdirəcəm. Olacaq x01 üstə gələk 30t bərabərdir x02 üstə gələk 20t-yə. Burada bərabərliyin sağ tərəfindən sol tərəfini çıxacam. x02 üstə gələk 20t çıxaq x01 çıxılsın 30t bərabər olacaq 0-a. Buradan gördüyümüz kimi x02 çıxılsın x01 çıxılsın 10t bərabər 0 alınır. Və x02 çıxaq x01 fərqi bərabər olur 10t-yə. Burada gördüyümüz kimi, baxın, x02-dən x01-i verəndə elə onlar arasındakı məsafəyə bərabər olacaq, başlanğıc andakı. Yəni 50-yə bərabər olacaq. Ona görə burada 10t bərabərdir 50 yazırıq, t də bərabər 5 oldu. Yəni bu cisimlər 5-ci saniyənin sonunda görüşəcəklər. Görüşəndə də əlbəttə ki, onlar arasındakı məsafə 0-a bərabər olacaq. Gəlin onda S-in t-dən asılıq qrafikini çəkək. Deməli, birinci bu cisimlər arasındakı başlanğıcda aradakı məsafə 50 metr idi. Sonra zamandan xətti asılı olaraqdan da azalır və 5-ci saniyənin sonunda onlar arasındakı məsafə olur 0-a bərabər. Daha sonrasında ilk 10 saniyə ərzində olan məsafəni istəyir. 5 saniyədən sonra qeyd etdiyim kimi görüşdükdən sonra onlar arasındakı məsafə artıq artmağa başlayacaq. Çünki V1-in sürəti çoxdur axı, artıq gəlib onu ötüb keçəcək ikinci cismi. Deməli, onlar arasındakı məsafə artacaq və zamandan xətti asılı olaraqdan 10 saniyənin sonunda yenidən onlar arasındakı məsafə 50 olacaq. Çünki ilk 5 saniyə müddətində əgər ki, onlar arasındakı belə deyək, məsafə 50-dən 0-a düşdüsə, sonraki 5 saniyə müddətində də onlar arasındakı məsafə 0-dan 50-yə qalxacaq. Beləliklə, əziz abituriyentlər, sizlər üçün bu sınağın da izahını vermiş oldum. Ümid edirəm ki, izah aydın oldu sizlər üçün. Əgər videodan yararlandınızsa da, əməyə qarşılıq olaraqdan kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər izahlarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.